Xahiş edirəm. Ay ana, şayət ki, yanımızda qəbul otağı böyürdədir. Yaxındaşın bu qəbul otağı. Burada adam var ki, danışmır. Qəbul, bu yoxsa bura nə gəlmişsin da? Burada dayanmışam. Yox, bura nədir yoxsa? Qışqıranmazsın burada. Qışqırıb otağı sadəcə pozulmazsın da burada. Digər yaxındaş qəbul otağı. Digər konu da yaxındaş orada. Kim bizə qulaq asmaq istəyir? Heç kəs. Strukturun diyanım Azərbaycanda. Heç kəsin şikayəti qəbul olunmur. Azərbaycanda anarxiyadır. Şəxsi mülkiyyətə vücud. Vur başıma dağını istəyir. Çünki heç bir yerdə elə pul yoxdur. Mənim sırtın evimdən kötü olanlara an olsun. Heç kim bunu belə, bırak belə bunu. Bırak onu, sözə var. Artistin elə burada mənə. Allah edən abi şəkil Cəmalda belə rəftar edirsiniz. Bizim iki çizgi Biz son dəfə gəlmişik. Siz gəlin bir dəqiqə. Xahiş edirəm, siz gəlin 5 gün bizim evdə yaşayın. Yaşaya bilirsiniz? Yaşaya bilmirsiniz? prezidenti istəyirik. Biz istəyirik prezidenti bizə söz istəyirik. Biz inaklasyon deyilik. Biz Azərbaycan xalqını nümayəndəliyik. Bizi yıkmışsın yığaca. Öldürəndən sonra necə öldürmür? Qışqıracaq, niyə qışqırmır? Bu ancaq Azərbaycandadır. Öz xalqına, öz ölkəsinə düşmə. Artistin sana burada. Artistin elə mənə burada. Qışqırırsan mənə. Siz mənim evim çöküləcək. Savaşların evim çöküləcək. Yadında saxla. Onu aldatırlar. Qəzələt yoxdur burada. Həcmaloydu gəlsin bura. Sizə gəlsin bura Həcmaloydu. Gəlsin bura. Cəmalın içinə gəlsin. Şəxsi mülkiyyət nə deməkdir? Desinlər şəxsi mülkiyyət. Bizim mülkiyyətimi verməyəcəm sizə. Mən 1500 manata verməyəcəm. Onu bağışlayacağım dövlətə, mən onu verməyəcəm. Bu tanımacı kanalizasiya təmizləyə bilər. Bir də şəhəri süpürə bilər. Onun ixtiyarı yoxdur. 76-cı sərəncamı yazsın. Ərsəni yazıram, amma yuxarıdan göstərir ki, sizi qorumuyum. Son. Bir dəqiqə gəlsin. Hamı gəlsin. Onun əlində dedi ki, çıxmayın, çıxmayacaqsınız. Məhkəmə yolu ilə mən sizi əməli başlı qulpun bir atacam bayrağı.